Niyə narahatsan? Nədən narahatsan? Gəl açaq Quranı baxaq. Niyə görə sən hazır şəkildə Qurana baxıb mövzunu açmaq, aşkar eləmək istəmirsən, birbaşa lənətə gedirsən? Niyə bu radikal fikirlərdəsiz? Niyə hələ də bu ağıl var, bu beyin var da? Niyə bunu işlətmək istəmirsiniz? Niyə düşünmək istəmirsiniz? Qardaş, görün neçənci əsrdə yaşayırıq. İnsanlıq bir-birimizlə danışa bilərik, müzakirə apara bilərik, fikirlərimizi bir-birimizlə bölüşə bilərik. O dəqiqə lənət, asmaq, kəsmək, radikalizm. Yəni bu Allahın siz düşünürsünüz ki, həqiqətən Allah sizdən bunu istəyir. Bax, yenə də bu əməlsiz alimlər bunları o qədər belə yetişdiriblər ki, ancaq söyüş, lənət, indi ola bilər bəziləri söyüş söymür, ancaq o radikallıq ki var, o agresiya var, onu lənəti ilə çıxardır, çobud davranışı ilə çıxardır, öz əxlaqsız hərəkətləri ilə çıxardır. Yəni bunlara ehtiyac yoxdur. Ağlı başında insansınız, mağarada yaşamırsınız, Amazon cəngəlliyində yaşamırsınız. Kitab əlimizdə, Quran-Kərim əlimizdə. Açaq, ayəyə baxaq, ərəbcə biləndən soruşun, bilmirsiniz Google Translate-a vurun. Niyə görə əsəbləşirsiniz və bu qədər agresiya nümayiş elətdirirsiniz? Bunlara nə gərək var ki? Bu cür yanaşma ilə zaten ağıllı və ziyalı təbəqəni siz dindən uzaqlaşdırmısınız. Bu cür nə qədər ziyalı insanlar dindən uzaqlaşıblar. Çünki bu cür insanların bu cür hərəkətlərinə və təfəkkürünə görə.